İslam qadına qarşıdır. Əgər olmasaydı, kişilərə necə 4 qadınla evlənmək icazəsi verərdi? Əslində bu mövzu çox dərin və mürəkkəbdir. Amma bir dəqiqəlik cavab vermək istəsək belədir. İslam kişilərə 4 qadınla evlənməyə icazə verir, amma heç vaxt buna həvəsləndirmir. Halaldır, amma müstəhəb deyil. Quranda açıq buyurulur: ədalətli ola bilməyəcəyinizdən qorxsanız, yalnız bir qadınla kifayətlənin. Unutmayaq ki, İslamdan əvvəl kişilər onlarla qadınla evlənirdilər. İslam gəldi və sərhəd qoydu. Yalnız 4 qadına qədər. Yəni bu azadlıq yox, əksinə məhdudlaşdırma idi. O dövrdə tayfa həyatında çoxzövcəllik tam normal idi. Hətta qadınların özləri ər üçün başqa zövcə tapırdı. Ərəblərin bir çox bölgələrində bu adət hələ də qalmaqdadır. Üstəlik, davamlı müharibələr kişiləri azaldır, qadınlar dul qalırdı. O dövrdə qadının tək başına yaşaması mümkün değildi. İslam onları pənahsız qoymamaq üçün çərçivə yaratdı və bu hökm zamana görə dəyişə bilir. Məsələn, Ayətullah Xameneyi müasir dövrdə işçilərinə ikinci zövcə götürməyi qadağan edib. Bu, İslamın hər dövrdə fərqli tətbiq oluna biləcəyini göstərir. Deməli, İslam çoxzövcəlliyi artırmadı, əksinə məhdudlaşdırdı və qadınları qorumaq üçün sərhəd qoydu. Amma sizcə, bugünkü dövrdə bu hökm hansı hallarda ədalətli şəkildə tətbiq oluna bilər?